Bayram elçilerinden ikincisi olan Ot Çərşənbəsidir. Bu ay bu çərşənbə ilə ölümün tam yarısını başa vurur və təbiətin diriləcəyi günü bizə daha da yaxınlaşdırır. Bu çərşənbənin qeyd olunması insanın yaradılış prosesinin ikinci mərhələsinin od komponenti ilə bağlıdır. İnançlara görə odun mövcudluğunu güneşlə, işıqla bağlayırlar. Od çərşənbəsində oda sitayiş edilir, onun şərəfinə şənliklər təşkil olunur. Od çərşənbəsinə qədim zamanlarda üskü çərşənbə, üskü gecəsi, adlı çərşənbə də deyilir. Od qədim Azərbaycan xalqının təfəkkürüncə işıqlı sabah və xeyir dua rəmzidir. Tonqalın yandırılması həm qışın soyuğundan xilas olmaq, həm də gələcək ilin isti, bərəkətli keçməsinə işarət ilə hesab olunur. Ağrım uğrun tökülsün, oda düşüb kül olsun, yansın alov saçılsın, qoy bəxtimiz açılsın. Od ocağı, ocaq evi, ev ailəmi, ailə isə soyun davamını təmsil edir.